bu yaşda mən gedib qocalar evində olacağım. Bir də xəyalıma gətirirəm ki, demək mən bir otaqda təkcə heç kim yanımda olmamaq şərti ilə mən orada can verəcəm. Həmən otaqda. Nə oğul olacaq yanımda, nə qız olacaq, nə olacaq, heç bir olacaq. Həqiqətən çox ağır bir sözlərdir onlar. Qorxduğu başına gəldi adamın. Adam qorxurdu ki, bir gün o dünyasını dəyişəndə onun yanında nə oğlu, nə qızı olmayacaq. Bəli. Və belə də oldu. Yəqin ki, orada insanlarımız o səmimiyyəti və o duyğunu hiss edirlər. Mən ona qarşı nə qədər həssas yanaşırdım. Çünki o da Leysan kişi kimi heç var. Allah Hacı Şahinə də rəhmət etsin. Hacı Şahin də onda bizim efirimizin qonağı idi. Bir varmışlar, bir yoxmuşlar. Yəni bir gün burada olanlar bugün yoxdular. Allah ona qəni-qəni rəhmət etsin. Onun da yeri çox görünür. Hərdən ehtiyac duyulur ona. Deyirsən ki, olsaydı bu məsləhəti ondan alardım. Allah rəhmət etsin Hacı. Allah rəhmət etsin Katib dayı, Katib baba. Əlimizdən gələni biz bir yad kimi etdik. Doğmalar düşünsün artıq. Mən heç bilmirəm, mənim indi içim ağladığı qədər onun evlatlarının ümumiyyətlə içi ağlayırmı və ya ağrıyırmı? Nə edirəm o yalancı cəmaatın içində tökülən göz yaşını, nə edirəm? Ata əgər qocalar evində dünyasını dəyişəcəksə və kimsəsizcəsinə dəyişəcəksə.